Ümumi məna. Bir zamanlar bir insan yaşayırdı. Bu insan hələ uşaq çağlarında Tanrının İbrahimi necə sınadığı və İbrahimin bu sınağa necə tab gətirdiyi, imanını necə qoruduğu və bütün umacaqlara rəğmən ikinci dəfə öz oğluna necə qovuşduğu barədə gözəl bir hekayə eşitmişdi. Uşaq böyüdükcə bu hekayəni daha böyük heyranlıqla oxuyurdu. Belə ki, uşağın dindar sayağı bəsitliyində bütövləşəni həyatın özü ayırmışdı. Yaşı artdıqca bu hekayə düşüncələrini nə qədər çox məşğul edirdisə, onu bir o qədər çox vəcdə gətirir və hekayəni anlamaq ona bir o qədər çətin gəlməyə başlayırdı. Nəhayət o qəlbindəki yalnız İbrahimi görmək arzusu və bu hadisələrin şahidi olmaq ehtirasından başqa qalan hər şeyi tərk etdi. Onun arzusunun mahiyyəti nə şərqin o gözəl yerlərini seyr etmək, nə də vəd edilmiş torpaqların dünyəvi şöhrətini və ya ehtiraslarını Tanrının xeyir duası ilə Tanrı qorxusundan almış cütlüyü görmək idi. Nə ehtirama layiq qoca peyğəmbər surəti, nə də Tanrı tərəfindən göndərilmiş İshaqın yarımçıq gəncliyi, bu hadisə bəhərsiz bir səhrada baş versəydi də onun üçün heç bir əhəmiyyəti olmayacaqdı. O, İbrahimin izdırab içində İshaqın yanında etdiyi 3 günlük səyahətdə onlara yoldaşlıq etmək həsrətində idi. O, İbrahimin gözünü qaldırıb uzaqdan Moria dağını ilk dəfə gördüyü anda eşəkləri geridə buraxıb, İshaqla birgə öz başlarına dağa qalxan zaman orada olmaq arzusundaydı. Belə ki, onu hərəkətə gətirən qüvvə təxəyyülün süni titrəməsi yox, təfəkkürün sarsıntısı idi. Bu adam mütəfəkkir deyildi və imandan daha irəliyə getmək ehtiyacı duymurdu. Onun üçün ən ali şərəf imanın atası olaraq xatırlanmaq idi və bu imana sahib olmaq başqa heç kim bilməsəydi də həsəd aparılacaq bir şey idi. Bu adam təfsir alimi deyildi, İvritcən bilmirdi. İvritcə bilsəydi, bəlkə də bu hekayəni və İbrahimin özünü asanlıqla anlaya biləcəkdi. Bir müddət sonra Tanrı İbrahimi sınağa çəkdi. O, ey İbrahim deyə çağırdı. İbrahim, buradayam dedi. Tanrı dedi, sevdiyin yeganə oğlunu, İshaqı götürüb Moria dağı torpağına get. Orada sənə nişan verəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et. Yaradılış 22:1.2. Sübh çağı idi. İbrahim vaxtında durdu, eşəkləri yəhərlədi və İshaq ilə birgə çadırı tərk etdi. Onlar vadidən aşağıya düşərkən Sara onları gözdən itənədək pəncərədən seyr etdi. Onlar 3 gün ərzində dinməz, söyləməz yol getdilər. 4-cü günün səhəri İbrahim hələ də bir kəlmə kəsmədi, amma gözlərini qaldırdı və uzaqdan Moria dağını gördü. Eşəkləri orada buraxdı və İshaqı yanında saxlayaraq dağa qalxdı. Ancaq İbrahim öz-özünə dedi, bu yolun onu hara apardığını İshaqdan gizlətməyəcəyim. O dayanaraq əlini xeyir-dua vermək üçün İshaqın başına qoydu və İshaq da bu xeyir-duanı qəbul etmək üçün əyildi. İbrahimin siması ata sevgisi ilə doluydu. Baxışı mülayim, sözləri isə nəzakətli idi. Ancaq İshaq onu anlaya bilmədi. Onun qəlbi ucala bilmədi. O, İbrahimin dizindən yapışdı. Ümidsizliklə ayaqlarına düşərək gələcək ümidləri ilə dolu olan öz gənc həyatı üçün əhv dilədi. O, İbrahimin evindəki şənliyi yada saldı. Bu, ona kədər və yalnızlığı xatırlatdı. Bu anda İbrahim uşağı ayağa qaldırdı. Onun əlindən tutdu və getməyə davam etdi. Onun sözləri rəhimli və nəsihətçi idi, ancaq İshaq onu anlaya bilmədi. İbrahim Moria dağına qalxdı, ancaq İshaq onu anlamadı. Sonra İbrahim bir anlıq İshaqdan üz çevirdi, lakin İshaq atasının üzünü yenidən görəndə onun üzü dəyişmişdi. Baxışı hiddətli, görünüşü zəhimli idi. O, İshaqın xirtəyindən yapışdı, ona yerə atıb dedi, axmaq uşaq, mənim sənin atan olduğuma inandın, mən bütpərəstəm. Bunun Tanrının əmri olduğuna inandın, xeyr, bu mənim arzumdur. Sonra İshaq titrədi və istirab içində inlədi. Cənnətdəki Tanrım mənə rəhm et, İbrahimin Tanrısı mənə rəhm et. Əgər yer üzündə bir atam yoxdursa, onda sən mənim atam ol.
Ancaq İbrahim pıçıltı ilə öz-özünə dedi: "Cənnətdəki Tanrım, sənə şükürlər olsun. İshakın sənə olan inancını itirməsindənsə, mənim bədheybət olduğuma inanması daha yaxşıdır." Uşağın süddən kəsilməsi vacib olanda ana məməsinə qara çəkir. Çünki uşağın məməsi qadağan olduğu halda məmənin cazibəli görünməsi ayıb olardı. Beləcə uşaq məmənin dəyişdiyi, amma ananın əvvəlki kimi şəfqətli baxışları və nəvazişi ilə eyni qaldığına inanır. Uşağı süddən kəsmək üçün daha pis yollara ehtiyacı qalmayan şəxs necə də xoşbəxtdir. Sübh çağı idi. İbrahim vaxtında qalxdı, qocalıq dövrünün gəlini olan Saranı qucaqladı və Sara da onu ayıbdan qurtaran, onun bütün nəsilləri üçün şərəfi və ümidi olan İshakı öpdü. Sonra onlar sakitcə yola düşdülər və İbrahimin gözləri yuxarı baxıb Moria dağını gördüyü 4-cü günə qədər yerdən qalxmadı. Sonra gözlərini yenidən yerə dikdi, sakitcə ocaq qaladı və İshakı bağladı. Səssiz bir şəkildə bıçağı çəkdiyi an Tanrının göndərdiyi qoçu gördü. Qoçu qurban kəsdi və sonra onlar evə qayıtdılar. Bugündən etibarən İbrahim qocaldı. Tanrının ondan bunu istədiyini unuda bilmədi. İshak əvvəlki kimi böyüdü, ancaq İbrahimin gözləri qaralmışdı. Artıq o heç bir sevinci görə bilmirdi. Uşaq böyüyəndə və süddən kəsilməsi vacib olanda ana bəkarətli bir şəkildə məməsini gizlədir. Beləcə uşağın artıq bir anası yoxdur. Anasını başqa şəkildə itirməyən uşaq necə də xoşbəxtdir. Sübh çağı idi. İbrahim vaxtında qalxdı. Gənc ana olan Saranı öpdü və Sara da onun əbədi xoşbəxtliyi və sevinci olan İshakı öpdü. Və İbrahim düşüncəli bir şəkildə yola düşdü. Çölə sürgün etdiyi Həcəri və oğlunu düşündü. Moria dağına qalxdı, bıçağı çəkdi. İbrahim tək başına yola düşəndə və Moria dağına gedəndə sakit bir gecə idi. O üzünü üzü üstə yerə ataraq Tanrıdan atanın oğluna qarşı olan vəzifəsini unudaraq İshakı qurban etmək istədiyi üçün əfv elədi. O öz tənha yolunda tez-tez gəzsə də təskinlik tapmadı. Tanrıya sahib olduğu ən doğma şeyi qurban etməyə hazır olmağın niyə günah olduğunu dərk edə bilmirdi. Buna görə öz həyatını dəfələrcə qurban etməyə hazır idi və əgər bu günah idisə, əgər İshakı həqiqətdə sevmirdisə, belə bir şeyin necə əfv edilə biləcəyini anlaya bilmirdi. Bundan daha qorxunc hansı günah ola bilər axı? Bir uşağın süddən kəsilməsi vacib olanda, ana da kədər hiss edər, belə ki, o və uşağı getdikcə daha çox ayrılırlar. İlk əvvəl uşağı qəlbinin altında yatarkən, sonralar qoynunda dincəlmişdi. Bundan daha yaxın ola bilməzdilər. Bununla da onlar bu qısa kədəri birgə yaşayırlar. Uşağı yanında saxlayan və beləcə daha çox kədərlənməyən necə də xoşbəxtdir. Sübh çağı idi. İbrahimin evində yola çıxmaq üçün hər şey hazırlanmışdı. İbrahim Sara ilə və onu geri qayıdana qədər yola salan sadiq xidmətçisi Elizar ilə sağollaşdı. İbrahim və İshak Moriyadakı dağa çatana qədər birgə razılıqla yola düşdülər. İbrahim qurban üçün hər şeyi təmkinlə və sakitcə hazırladı. Ancaq o çevriləndə İshak İbrahimin sol əlinin çarəsizliklə yumruq şəklində sıxıldığını və bütün bədənindən bir titrəmə gəlib keçdiyini gördü. Ancaq İbrahim bıçağı çəkdi. Sonra onlar yenidən evə qayıtdılar və Sara onları qarşılamaq üçün qaçdı. Amma İshak öz imanını itirmişdi. Bu barədə bütün dünyada heç bir söz söylənmədi ifadəsi Kierkegaard'un gündəliyində keçən ifadədir. Gəncliyində atası ilə olan bir söhbətlə əlaqədar olduğu ehtimal edilir. Haqqında bir söz söylənməyən şey, atasının həyatının son günlərində Kierkegaard'u təqib edən iyrənc melanxoliyanın səbəbini açıqladığı ehtimal edilir. Və İshak, bu barədə bütün dünyada heç bir söz söylənmədi və İshak heç kimə nə gördüyünü demədi, ancaq İbrahim bunu kiminsə gördüyündən əsla şübhələnmədi. Uşağın süddən kəsilməsi vacib olanda, ananın əlində artıq daha doyumlu yemək olur ki, uşaq aclıqdan ölməsin. Əlində daha çox doyumlu yemək saxlayan necə də xoşbəxtdir. Haqqında danışdığım adam bütün baş verənlər barəsində bu və ya buna bənzər şəkildə düşündü. Moria dağına etdiyi hər səyahətdən sonra evinə dönəndə
O yorğunluqdan diz üstə çökür, əllərini sıxır və deyirdi: İbrahim qədər böyük olan heç bir şəxs olmadığına görə kim İbrahimi anlamağa qadir ola bilər?